Salam hörmətli izləyicilərim. Bugün belə bir naxış istəyirəm göstərim. Bu da həm koftaya, jiletə, sviter toxsaz ona, nəyə istəsəz toxuya bilərsiniz, jaketə. Bu da toxunuşu da çox asan bir naxışdır. Bunun üçün indi mən 3 dənə naxışı göstərəcəm buradan. Belə bu boyda. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18 ilmek yığacağım milimin üstüne. Onun için böyle bir sapımı götürürüm. Üç, 4, 5, 6, 7, 8, 9, 10 ilmek, 11, 12, 13, 14, 15, 16, 17, 18 ilmek yığıram milimin üstüne. Buradan bir düğün atıram. Artıq sapı da kesip çıxardım. Şimdi mən burada rezinka toxumuram. Kim necə istəyir toxuya bilər rezinka hissəsini. Mən burada bir sıra tərs toxuyuram. Bura düz üzüdür. Birinci ilməğini də toxuyuram birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncını da tərs toxudum. İndi tərs üzdən də bütün ilməkləri hamısını tərs toxuyuram. Bu naxışın düz dəyilməsi üçün toxuyuram. Onun naxışa heç bir adiyyatı yoxdur. İndi düz üzdən iki, 3 ilmek tərs toxudum. Bir artırma eləyirəm. Bu iki ilməyi ikisini bir yerdə düz toxudum. Yenə 1, 2, 3 tərs. Bir artırma eləyirəm. Bu iki ilməkdən ikisindən bir ilmək çıxardıram. Yenə də 1, 2, 3 ilmək tərs. Bir artırma elədim. Bu ikisindən bir ilmek çıxardım. Yenə 3 tərs. Arxa üzlərin hamısını tərs toxuyuram. Bu artırdaqlarımı da, o birisiləri də hamısını tərs toxuyuram.
İndi düz üzdən yenə tərs birinci ilməyi götürürəm. Bu yandakiləri da 3 ilməkdə kənar ilməklə 3 ilmək tərs toxudum. Burada birinci artırma eləmişdim, sonra kəsmişdim. İndi əvvəl ikisindən bir kəsirəm, sonra artırma eləyirəm. Yenə 3 ilməni tərs toxuyuram. Yenə burada bu boşluq olan yeri birinci artırmışdım, sonra kəsmişdim. Yenə indi birinci kəsirəm, sonra artırma eləyirəm. 2, 3 ilmək. Burada da əvvəl kəsdim, sonra artırma elədim. Sonra bu 3 ilməyi tərs toxuyuram. Bu formada. Arxa üzdən, tərs üzündən. Yenə hamısını tərs toxuyuram. Formada. İndi yenə eyni şeyi təkrar edirik. Bir sırada toxuyuram. Birinci 3 tərsi toxudum. İndi yenə birinci artırma eləyirəm, sonra kəsmə eləyirəm. İkisindən bir. Bir dəfə əvvəl kəsirəm, sonra toxuyuram. İkisindən bir, sonra bir dəfə əvvəl kəsib, sonra artırma eləyirəm. Bir artırma elədim indi. İkisindən birini kəsdim. Bir ilmə çıxardım. 2, 3 tərs toxudum. Birini artırdım. İkisindən bir ilmək çıxardım. Yenə 3 tərs. Tərs üzdən yenə də hamısını tərs toxuyuram. Formada belə bir naxış alınır. Biraz çox toxuyandan sonra yaxşı görünür də naxışı formada. Belə bir naxış alınır. Sağ olun. Gələn videomda görüşənə qədər.